Azərbaycanda 31 dekabr 2 yanvar tarixlərində gözlənilən hava şəraiti açıqlanıb. Globalinfo.az məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, sürəti 15-18 metr/saniyə təşkil edəcək, arabir 20-23 metr/saniyədək güclənəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq. Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyədək güclənəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq. Yanvarın 2-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyədək güclənəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacaq.